Azərbaycanda aqrar və qida məhsullarının ixracının 2030-cu ilə kimi 2 milyard dollara çatdırılması nəzərdə tutulur. Bunu mətbuat konfransında Kənd Təsərrüfatı Nazirinin müavini Zaur Əliyev deyib. Onun sözlərinə görə hazırda aqrar və qida məhsullarının ixracı təxminən 1,5 milyard dollar təşkil edir. Dəyərli izləyicilər, indi biz sözü gedən mətbuat konfransına bağlanırıq. Əməkdaşımız Toğrul Quluzaddə konfransla bağlı ən son məlumatları bizə təqdim eləyəcək. Salam Toğrul, hər vaxtınız xeyir olsun. Tədbirdə daha nələr müzakirə olundu, yeni açıqlamalar nədən ibarətdir? Sizdən eşidək. Salam, hər vaxtınız xeyir. Murad, əslində doğru qeyd etdiniz. Mətbuat konfransı artıq bir neçə dəqiqədir yekunlaşıb. Demək olar ki, bir çox istiqamətlərə toxunuldu. Çox şaxəli mövzular əhatələnmişdi ki, həmçinin sizin qeyd etdiyiniz kimi Kənd Təsərrüfatı Nazirinin müavini Zaur müəllimin açıqlamaları oldu. Eyni zamanda mətbuat konfransında mətbuat nümayəndələrində sual oldu. Mən çox vaxt itirmədən birbaşa elə Nazir müavininə keçid eləmək istəyirəm. Öncəliklə təşəkkür edirəm müsahibədə iştirak etdiyiniz üçün Zaur müəllim. Orada bir daha qeyd edim ki, sizin özünüz də qeyd etdiniz ki, bu sahə çox şaxəli əhatələnmiş bir proqramdır və burada kompleks işlər görülür. Xüsusilə öncəliklə toxunmaq istəyirəm ki, burada məhsuldarlığın inkişafı ilə bağlı 2026-2030-cu ilə hədəflənən bir çox sahələr, xüsusilə buğda istehsalı, pambıq istehsalı və digər sahələr. Amma orada digər bir məsələni də qeyd etdiniz ki, Dünya Resursları İnstitutunun məlumatında qeyd olunur ki, 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən ölkələr siyahısında artıq Azərbaycan da yer tutur. Bu istiqamətdə kompleks tədbirlər hansı formada irəliləyəcək? Təşəkkür edirəm. Mən də müsahibə üçün salamlayıram tamaşaçılarınızı. Qeyd etdiyimiz kimi növbəti qəbul olunmuş dövlət proqramı aqrar istehsal və aqrar istehsalın bütün dəyər zənciri üzrə həm emal, həm logistika, həm saxlanma gücünün artırılması istiqamətində müxtəlif kompleks tədbirlər əhatə edir. Bu tədbirlər öz hədəfləri və ümumi proqramın qarşısına qoyduğu hədəflər var, hansı ki, proqram qeyd olunan tədbirlərlə nail olmağa çalışacaqdır. Qaldı konkret, ümumiyyətlə suvarma suyu və su ilə bağlı verdiyiniz suala. Artıq bir neçə ildir iqlim dəyişikliyi kontekstində ən ciddi əziyyət çəkən sektor aqrar sektordur. Aqrar sektor hətta üstü açıq fabrik kimi qiymətləndirə bilərik və bir çox amillər əksər halda istehsalçıdan asılı olmur. Və iqlim dəyişikliyi təkcə su qıtlığı deyil, həmçinin də suyun qeyri-müəyyən və uyğun olmayan dövrlərdə paylanması ilə də özünü müşahidə edir. Biz artıq bu may ayında müşahidə elədiyimiz yağıntılar və digər məsələlər də təkcə su azlığı yox, həmçinin də suyun nə zaman düşəcəyi də rol oynayır. Ümumilikdə bəli, FAO təşkilatının hesablamalarına görə ölkəmiz 2050-ci ilə qədər sudan əziyyət çəkən ölkələr siyahısında olacaq və bu həmçinin dövlət proqramının da əsas ruhunda, fəlsəfəsində olan məhsuldarlığı artırmaq üçün o fundamental tədbirlərdən müasir suvarma sisteminin qurulmasını zəruri eləyən əsas amildir. Biz anlayırıq ki, həm məhsuldarlığın artımı birbaşa idarə olunan təzyiqli və davamlı su təminatından asılıdır və həmçinin də biz onu da anlayırıq ki, artıq suyun qıtlığı və yaxud da qeyri-proporsional bölgüsü kontekstində bizim suvarma sistemi, həm təsərrüfat daxili suvarma şəbəkəsi, həmçində tarlalardakı müasir suvarma sistemi qurulmalıdır ki, biz ölkədə ərzaq təminatı üçün lazım olan, ərzaq təhlükəsizliyi üçün lazım olan məhsul istehsalına nail olaq. Bu qaçılmazdır. Zaur müəllim, yəni sizin orada qeyd etdiyiniz kimi o hədəflənən 50 setlerlik məhsulun, yəni bu deyilən bu kompleks tədbirlər çərçivəsində hədəflənməsi nə qədər realdır? Bizim proqramda ümumiyyətlə istehsal sahələri istiqamətində ixtisaslaşma ön plandadır. Cənab Prezidentin də qeyd etdiyi kimi artıq hətta rayon əsasında deyil də torpaq əsasında, torpağın kimyəvi tərkibi əsasında ən düzgün məhsulun hansıdır, onu müəyyənləşdirək. Həmçinin məhsul artımı da həm pambıqçılıqda, həm ərzaqlıq buğdada ixtisaslaşmış rayonlarda hədəflənir. Və bu dediyimiz məhsuldarlıq artımına nail olunmağı beynəlxalq qabaqcıl ölkə təcrübələrinə də baxdıqda mümkündür, realdır. Amma bunun üçün qeyd olunan şəkildə kompleks tədbirlər nəzərdə tutulub. Bu həm suvarma sisteminin təminatıdır, həm toxumla bağlı yüksək məhsuldar toxumçuluğa keçid və toxum təminatının yaxşılaşdırılmasıdır. Həmçinin də agrotexniki tədbirlərin, texnologiyaların
yeni tətbiqlərini əhatə eləyir. Burada məsəl üçün lazer hamarlama yanaşması var. Həmçinin texniki təminatda, xüsusən də taxıl və pambıq yığan kombayn təminatının yaxşılaşdırılması var və ümumilikdə də xüsusən pambıqçılıqda dəyər zəncirinin uzadılaraq həm emalı klasterinin yaradılması və təkcə istehsalın artımı ilə yox, həmçinin də emalın da artımı ilə dəyərin ölkədə formalaşması hədəflənir. Zaur müəllim, təbii ki, bizi tamaşaçılar izləyir. Digər aktual mövzu və maraqlandıran mövzu isə ət məhsulları ilə bağlıdır ki, tamaşaçılar da bu maraqlanır. Bu dəqiqə biz hazırda ölkə olaraq ət məhsullarını hətta faiz etibarilə vermə imkanımız olsa nə qədər qarşılayırıq? Buyurun. Təşəkkür edirəm sual üçün. Ət məhsulları qeyd etdiyimiz kimi əsasən istehlakımızda mal əti, qoyun əti və quş əti olaraq belə deyim qeyd eləyə bilərik. Mal ətində 80-84% civarında bir təminatımız var. Qoyun ətində 94% civarında bir özünü təminatımız var. Quş ətində də 80% civarında bir təminatımız var. Tapşırıq və dövlət proqramında da qeyd olunan əsas hədəf ümumilikdə heyvandarlıqda kompleks dəstək mexanizmi hesabında yarım intensiv və intensiv təsərrüfatçılıq modelinin genişləndirilməsidir və artıq mövcud vəziyyət onu göstərir ki, ənənəvi ekstensiv təsərrüfatçılıq modeli xüsusən həmçinin dünyada baş verən həm qloballaşma, həm insanların müəyyən qədər heyvandarlıqla məşğul olmaq istəklərinin azalması, həmçinin iqlim dəyişikliyi kontekstində otlaqların təbii yem potensialının müəyyən qədər azalması bizi məcbur eləyir ki, biz burada artıq sınanmış qabaqcıl ölkələrdə tətbiq olunan intensiv təsərrüfatçılıq modelinə keçək. Zaur müəllim, çox-çox təşəkkür edirəm. Əslində suallar çoxdur. Bizim suallarımızın Murad qeyd edim ki, bir çoxuna Zaur müəllim açıqlama verib. Sadəcə bizim texniki baxımdan imkanlarımız bu qədər imkan verdiyi üçün hazırda isti-üstə olan məlumatlarımız bu qədər idi. Digər məlumatlar isə xəbərlərin növbəti irəliləyən buraxılışında siz dəyərli tamaşaçılarla bölüşməyə çalışacağıq. Buyurun, bizdən bu qədər.